Salam dostlar, yeni bir Mobile Legends videosuyla karşınızdayız. Biraz geciktim. Birinci videodan sonra biraz gecikmiş olabilirim ama beni qınamayın. Çünkü yeni başlamışam, necə bir ilerleme aparım onun hakkında düşünürdüm. Yani buna göre biraz gecikmiş olabilirim ama bundan sonra çalışacağım ki e, düzenli şəkildə videolar atım. Deməli, birinci keçən videoda nə eləmişdik ondan deyək. Keçən videoda biz ümumi oyunun konseptindən və xəritə üzərindəki dövrü proseslərdən danışmışdıq. Əsas bilməli olduğunuz kule nədir, kuledən hasar, minyon nədir, minyonun altı necə qazanılır, orman canavarı nədir, orman canavarlarının buffları və s. öyrənmişdik. Keçən videoda bildirmişdim, bu videoda da bildirirəm. Bugünkü videomuz olacaq bizim emblemlər. Emblemlər çox da uzun deyil. Emblemlər yəni çox da necə deyim, kompleks deyil. Əsas biraz baş qarışdıra bilən olacaq. Itemlar olacaq. Itemlar biraz başımızı qarışdıra bilər, amma heç narahat olmayın, sadə bir şəkildə danışacağam. Oyuna iş başlayandan heç bir şəkildə baş qarışıqlığı yaşamayacaq ümid edirəm. Əgər hər hansı bir baş qarışıqlığınız varsa, yəni bu konseptdə belə danışsam daha yaxşı olar. Bunları bizə desən daha yaxşı anlayarıq tipindən deyə bilərsiniz. Yəni mən video ərzində o cür danışım. Deməli, bir də bunu da bildirim, amblemlərə itemlardan ayaqqabıları əlavə etməyi düşünürəm. Çünki ayaqqabılar çox da çətin deyil. Ayaqqabıların nə işə yaradığını deyəcəm. Keçək birinci amblemlər hissəsinə. Amblemlər hissəsi oyunda sağ aşağı hissədə hazırlıq hissəsindədir. Gördüyünüz kimi, baxın, yuxarı hissədə bizim personajlar var. Hər bir personaja ayrı bir şəkildə 3 slotda siz həm emblem, həm item, həm də oyun içi deməli savaş büyüsü seçə bilirsiniz. Savaş büyülərini deyəcəm. Bu arada emblemin içində gələcəkdir. Seçə bilirsiniz hər birinə. Əgər oyuna yeni başlamışsa yenə deyirəm, buradan baxın professional planlar var. Qlobal 1-də, ümumiyyətlə qlobal sıralamada olanlar və yaxud bu e-sportda üstünlük quranlar, yəni komandaların necə deyim, yaxşı oynayanları burada emblemlər və itemlarını yerləşdirirlər. Bunlar çox vaxt standart olur. Bəzən oyunun gedişatına görə, qarşı tərəfə görə dəyişə bilər, amma çox vaxt yəni oyuna yeni başlamışsa bu dizilimlə gedə bilərsiniz. İndi başlayacağım amblemlərdən. Amblemlər görürsünüz. İşarələrini göründüyü kimi. Baxın, bu hissə qalxan işarəsi var. Tank. İkinci hissə suikastçı. 3 magic. 4 fighter. 5 dəstək. 6 isə burada bizdə nişancılardır. Hər birinin ayrı-ayrı emblem hissələri var. Plus bu yuxarıdakı slotların da özünə uyğun xüsusiyyətləri var. Görürsünüz ki, sağ tərəfdə yazılıb. Bu isə ümumidir. Bu uyarlana bilir şeydə əslində. Necə uyarlana bilir nə deməkdir? Onu demişdim sizə. Uyarlana bilir, yəni məsələn, sizin əgər fiziki damage'iniz magic damage'dən çoxdursa, bu olur sizə physical damage kimi. Əgər tərsinə isə magical damage'iniz çoxdursa, physical damage'dən, maksimum physical damage'dən çoxdursa, onda bu olur magic damage kimi sizdə olur. Gerçək hasar vermir. Deməli, başlayaq indi birinci təməl itemlardan. Gördüyünüz kimi o ağ hissə ilə rənglərinə uyğundur. Qırmızı, bənövşəyi, mavi. Ağ amblemlərə baxaq. Birinci amblemimiz həyəcandır. Bu 16 uyarlana bilir, saldırı kazandırır. Dediyim kimi. Yəni sizin physical damage'iniz 16, magic damage'iniz 16 artırır. İkinciyə baxaq. Surət. Surət də təməl bizim saldırılarımızı %10 nisbətində artırır. Bu çox vaxt ADK-lara və yaxud müəyyən qədər oyunun əvvəlində daha sürətli vurmanı istədiniz. Məsələn, Julian, Tamus bu kimi karakterlərə yaxşıdır. Mən personajlar haqqında ayrı-ayrı videolar çəkəndə hansı personajın nə kimi xüsusiyyətləri olduğunu biləcəksiniz. Ona görə də o xüsusiyyətləri artıq siz uyğun amblem seçimində biləcəksiniz. Biz sadəcə burada tanıdırıq. Bilin ki, yəni amblem nədir, amblem nə işə yarayır. Deyirəm, heç yadımdan da çıxsa əvvəl deyim ki,
Amblemin nə oldu? Amblemlər oyun əvvəlində bizim seçdiyimiz item kimi bir şeydir. Bunlar dəyişməz şəkildə oyun müddətində qalır. Oyun başlamazdan öncə seçim ekranında siz bunları istədiyiniz kimi dəyişə bilərsiniz. Amma oyun başında dəyişmək mümkün deyil. Qarşı tərəfində və öz komandanız olanların amblemlərini görmək mümkündür oyun içərisində. Onu da necə baxacaqsınız göstərirəm onu da. Hə, amblemlər bizə gördüyünüz kimi çox da böyük olmayan, böyük şey kimi görünməsə də, yəni oyunun orta və uzayan oyunu çox da böyük bir effekt yaratmasa özü, bəziləri xaric, müəyyən effektlər var. Əsasən oyunun əvvəlində bizim üçün lazım olur. Amblemlə nə olduğunu bildik, indi davam edirəm. Bu suratdır bildiyiniz kimi, sonra keçirik ağ rəngdə olanlardan gedirəm. Başa düşərsiniz deyə deyirəm, ağ rəngdə olanlar. Baxın, bu hız canavarı. Bu ormanda və nehirdə, nehir demişdim. Xəritənin ortasından keçən xətt hissə, o iki yerə bölən hissə enine olaraq. O nehirdir. Sizə hərəkət hızı verir. %10 hərəkət hızı verir. Amma əgər belə bir xüsusiyyət var, bunu yadınızda saxlayın. Əgər Lord və Kaplumbağa gələndə demişdim ki, nehir akıntısı olur. Lord hardasa ora istiqamətdə, Kaplumbağa hardasa ora istiqamətdə. Öləndə isə Kaplumbağa və Lord əks istiqamətdə axır. O anda bu etki %50 azalır. Yəni 10% yox, 5% civarında bizə şey verir. Hərəkət sürəti verir. Digər amblem təcrübəli avcıdır. Bu meşə oynayanlara lazımdır əsas. Nəyə görə lazımdır? Elə personajlar var ki, bəzən nerf yeyir və ya vurma sürəti azdır deyə bunu götürürlər ki, deməli bu orman canavarlarına şey versin. Daha sürətli kəsməyə kömək eləsin. %15 bu bizə damage'imizi artırır. Lorda və Kaplumbağaya verilən damage artırır. Digərlərində isə, yəni normal canavarlarda, deyək ki, Blue'dur, Red'dir, onun yanında olan kiçik canavarlarda, bunlarda isə bu etki yarıya düşür. Yəni 7.5-ə qədər düşür bu etki. Digər amblemlərdə ki, ağlardan davam edirəm. Böyük öfkə. Bunu deməli sadə şəkildə baxın üstə yazılıb, ən sadəni deyəcəm sizə. Ekstra beceri hasarı verib, beceri hasarı bildiyimiz skilllərdir. Kənarda göstərmişəm 3 dənə. Bizim təməl saldırımızdan kənar 3 dənə skillimiz var. Skilllərin verəndə, skilllərlə damage atanda ekstra damage verir və bizə mana yeniləyir. Mana olan karakterlərdə başa salmışdım keçən videoda. Əgər bilmək istəyənlər varsa o videoya keçib baxa bilərlər. Deməli, bu bizə nə xüsusiyyət verir? Əgər qarşı tərəfə biz skilllərimizlə damage atsaq, %4 uyarlanabilir damage verir. O əvvəl dediyim uyarlanabilir damage budur. Yəni physicalsa physical, magicsa magic damage verir və %2 mana yeniləyir. Bir də demişdim, baxın burada altda da yazılıb, bu hissənin sözüm düz deyil, mən də birinci dəfədir görürəm. Əgər həmin personajda mana deyilən bir şey yoxdursa, bu %1 can yeniləyir bizə. Məsələn, Guinevere. Guinevere'də mana yoxdur. Onun altında sadəcə pasifi də olur. Manası yoxsa deyə bu bizə can yeniləmə verir. Məsələn, bunu yadınızda saxlayın. Amma məsələn, Valir magicdir, onun manası var. Valirdə. Ona görə bu bizə mana yeniləyəcək. Manası varsa mana yeniləyir, manası yoxsa can yeniləyir. Belə yadınızda saxlayın. Bir də nə eləyir? Qəhrəman olmayan bilimlərə, yəni minyondur, orman canavarlarıdır, bunlara 120 uyarlanabilir hasar verir. Çoxdur bu rəqəm. Həqiqətən çoxdur. Bu minyon itələməyinizə böyük ölçüdə kömək edə bilər. Amma 5 saniyədən biri aktiv olur. Yəni hər an aktiv gəlmir sizin üzərinizdə. Quantum yükü. Quantum yükü bu da müəyyən bir gözləməz müddəti var. 10 saniyədən bir aktiv olur. 10 saniyədən sonra aktiv olanda siz rəqibə təməl saldırı, yəni skilllə yox, passivlə, yəni təməl saldırı atsanız, skillsiz saldırı atsanız, bu sizə %30 hərəkət sürəti verir 1,5 saniyəliyə və 75-180 arası can yeniləyir. Bu rəqəm də sizin səviyyənizlə əlaqəlidir. Sonra keçirik savaş narası. Savaş narası bu sürekli hasarı artırır. Bu əsasın ADK-larda daha yaxşı kömək olur bizə. Yəni əgər rəqib qəhrəmana 3 dəfə arda-arda damage ata bilsək, bu bizim 6 saniyəliyində damage'imizi 8% artırır.
Bu əsasən yenidən ADK-lara aiddir. %6 saniyədə gözləmə sürəsi və qısa-qısa danışacağam. Çünki çox amblem var. Sabırsız avcı bu nəyə görə lazımdır? Bizim ultimizi işlədəndən sonra bizim digər yerdə qalan skilllərimizin gözləmə sürəsini 1,5 saniyə 4 saniyə yox, əstəğfurullah. 4 saniyə boyunca 1,5 dəfə azaldır. Mən tərsini demək istəyirdim. 4 saniyə müddətində 1,5 saniyə azaldır. Yəni bu daha çox nəyə lazımdır? Məsələn, Cyclops. Bunun skillləri çox tez açılır. Biz ultimate basandan sonra bizim digər skilllərimiz anında açılmağa başlayır. Çox tez açılmağa başlayır. Onun üçün vapsi. Yəni çox tez damage ata bilir. Cyclops'un damage də əmələ başlayır çoxdur. 20 saniyəlik gözləmə müddəti var bunun. Yəni hər an aktiv olmur. Mən ultimate basdıqdan sonra yenidən ultimate'imi açıldı. Bastım, 20 saniyə keçmədikdən bu etki açılmır. Keçdik tanka. Tanklar çox da deyil, mürəkkəb deyil. Bu bildiyim yaşamdır. Bizə 225 maksimum can verir. Sonra sıxlıqdır. Bu bizə %8 fiziki və magic damage-dən qorunma verir. Ondan sonra azimdir. Bu canımız %50'nin aşağısı düşdükdə %5 damage azaltma verir. Həm magic, həm də physical damage azaldır. Ümumiyyətlə damage azalır. Kan festivaldır. Bu deməli %6 bizə beceri can çalması. Beceri can çalması skill deməkdir. Becerini yadınızda saxlayın. Yəni becerilərlə biz damage atdıqda %6 bizə can çalma verir. Assist alındığında da yenə bizə can çalma qazandırır. 12 yükə qədər bu çıxa bilir və 12 yükə qədər çıxır. Bunun gözləmə müddəti yoxdur. Daimi olur. Məsələn, Darius'a yaxşıdır bu. Yuzong'a götürə bilərsiniz, CC'yə götürə bilərsiniz bunu. Bu yaxşıdır. Sonra canı bu deməli pasif kimi etkilənir əslində. 15 saniyədən bir aktiv olur. 15 saniyədən sonra aktiv olanda siz qarşı tərəfə təməl saldırı verin, ətrafınızda magic damage atan bir alan olur. Yəni qarşı tərəfə həm minyona, həm də orman canavarına damage atır. Tanklara yaxşıdır. Və yaxud nə bilim damage-ni artırmaq istədiyiniz, məsələn, bəzən mən Argus'da görmüşəm istifadə edirlər. Cəsur hamle, bu da beceri can çalması verir. Bu da maksimum canın %5 qədərini yenilir. 5 saniyə gözləmə müddəti var. Bu gözəl vampirizm verir. Mən bunu çox vaxt sizə işlədirəm. Keçdik suikastçilərə. Bizim suikastçilərimiz. Bu %5 deməli kopma. Kopma %5 uyarlana bilir, penetrasyon verir. Əgərlərim bunun belə bir var. Penetrasyon nədir? Penetrasyon əslində damage kimi bir şeydir. Yəni çevrilə bilir də bu zırh dəlməyə çevrilə bilir. Necə olur? Bu aşağıda yazılıb. Ekstra fiziksel damage, ekstra magic damage-dən yüksəksə fiziksel zırh deşmə, yəni qarşı tərəfin müdafiə itemını deşir. O nə qədər müdafiə physical damage-dən müdafiə götürsə də keçir yəni. Bir də əgərlərim təsirləsə, yəni physical magic-dən çoxdursa, əslində magic physicaldan çoxdursa, onda da bu böyük nüfuz verir bizə. Suikastçilərə çox vaxt götürürlər. Mən Hayabusa'ya götürüldüyünü görmüşəm. Usta suikastçidir. Bu yaxınlığınızda bir dənə tək rəqib olanda ona verilən damage-i %7-yə qədər artırır. Bu əsasən XP-də olan karakterlər üçün yaxşıdır. Bir də Yin üçün yaxşıdır. Çünki Yin ultisini atanda onu xüsusi bir alana götürüb bir nəfəri. Onda sənin damage-in artar. Onun üçün yaxşıdır. Digərləri üçün yox. Məsələn, ADK-da çox da tək olmursan, meşədə çox tək olmursan, ona görə yaramır yəni. Pasif qalır bu item. Sonraki suikastçı itemimiz bizim öldürmə çılgınlığıdır. Bu hasar vermək qarşı tərəfə deməli damage atmaq, deməli sizi sürətləndirir. Yəni hərəkət sürəti verir və canınızı yeniləyir. %30 əsasən də bu nə zaman tetiklənir? Qarşı tərəfin canı %30-dan aşağıdırsa. Yəni siz məsələn Hayabusa'ya bunu götürdünüz, ultimate-ni atdınız, canı az qalır onda adamın. %30-dan mütləq ki aşağıya düşür, əsasən də qırılğanlarda. Sizin ona verdiyiniz damage artır.
Plus can yenilirsiniz, plus hərəkət sürəti qazanırsınız. Bu çox yaxşı bir şeydir suikastçılar üçün, yəni əvəz olunmaz bir şeydir. Magicə gəldik. Magicimizdə bizim var. Bu ilhamdır. %5 gözləmə sürəsi azaldır və 2 mana yeniləmə azaldır. Bütün skillləri bu gözləmə müddətini azaldır. Bu pazarlıq uzmanıdır. Bizim itemlarımızı oyun müddətində alanda marketdəki qiymətləri %95, yəni %5 endirimlə ala bilirik. Ondan sonra gəldi burada sönməyən ateş. Bu rəqib qarşı tərəfə 5 saniyə içində 3 dəfə onun maksimum canlı %7-si qədər deməli damage atanda onu yandırır və həmin rəqibə 162-750 arası damage atır. Səviyyə ilə əlaqəlidir. Bu yakma da nətərdir? Bilirsiniz, yakma verir adama. Həm can yeniləməsinin qarşısını alır. Yəni oradakı yeniləməyə basanda avtomatik dayanır. Çünki damage yeyir. Plus həm də ki, məsələn, adamın deşə çox can az qalır. Siz narahat olursunuz, 5 canı qaldı, ölmədi. Bunu götürmüsünüzsə, onu olsa yandırır, öldürür avtomatik. Belə bir şey var. Bunu götürürlər indi, nə bilim, Magicə də götürürlər. Çox XP-də də görmüşəm. Yəni fərqli kombinasiyalar özünüz yoxlaya bilərsiniz, ürəyiniz istəyən. Əslində savaşçını da dedik ki, mən savaşçının, tankın içində savaşçını da demişəmmiş. Dəstək çox da böyük bir şey deyil. Bizə hərəkət sürəti verir %4 burada gördüyünüz kimi. Budur, bekləmə sürəsini azaldır. Bu skilllərin yox. Məsələn, ışınlandı, yeniləmədir, canlandırdı. Bunların şeyini azaldır, bekləmə sürəsini. Bu yaxınlıqdakı şeyə, rəqibə əgər vursanız, sizin yanınızda bir dənə dost qəhrəman varsa, həmin dost qəhrəmanın hərəkət sürəti verir və qarşı tərəfə verdiyi damage artırır. Tanklara götürürlər. Çox vaxt Frankoya götürdüklərini görmüşəm, Andreyə götürdüklərini görmüşəm. Sonuncu olaraq gəldik biz kimə? ADK-ya. ADK-da da ölümcül var. Bu ekstra %5 kritik şansı verir. Kritik şansı nədir? Biz damage atanda anlıq belə əlavə damage olaraq verir. Yəni o kritik şansdır da, yəni şansa bağlı olaraq sizin damage'inizə əlavə olaraq da damage verilir. Mən indi o damage'lərlə birazdan elə bu videonun içində göstərəcəm. Çox da uzun olmayacaq videomuzda da. Və 5 kritik şansı verir və %5 kritik hasar qazandırır. %5 kritik damage də verir. %5 əlavə olaraq da kritik şans da verir. Yəni əlavə olaraq %5 də ala bilərsiniz damage. Bu deməli ekipmanlar, amblemlər, yetenəklər və bədəllərdən qazanılan fiziksel və magic gücünü %8 artırır. Yəni sizin bütün qazandığınız o damage artırır. Bu yavaşlatmadır. Rəqib personaja vurduqda həmin personaj müəyyən qədər yavaşlayır. %50 şeyində yavaşladır. Plus onların saldırı hızlarını da azaldır. Yəni bunu çox ADK-ya götürürlər. Mən Mia'ya götürdüyünü görmüşəm. Bəzən Medisa'ya götürürlər. Yəni belə götürmə yerlərini görmüşəm. İstəyirdim bu qədər. Yəni amblemlər bu qədərdir. Bunun oyunun əvvəlində yenə deyirəm. Seçirsiniz qarşı tərəfə uyğun olaraq. Yenə ən yaxşısı başlayanda sizə çox istəyirəm elə bu professional götürməyinizdir. Çox başınızı yormayın hələ buna. Demirəm oxumayın. Açın oxuyun, baxın. Müəyyən qədər başa düşməyə çalışın. Qarşı tərəfə seçimi artıq elə əldə edəcəksiniz siz. Qarşı tərəfin seçiminə uyğun siz eləyə bilərsiniz, yəni nə edəcəyinizi. Ya da maraqlı bir oyun çıxartmaq istəyirsiniz, nə bilim, tanka bir damage götürə bilərsiniz, magic. Yəni magicə tank amblemləri götürüb oynaya bilərsiniz. Ki var, can yenileme, can çalma götürüb oynaya bilərsiniz. Bu sizin sadəcə öz xəyal gücünüzə qalıb. Necə bir oyun tərdə etmək istəyirsiniz, ona qalıb. Başqa deyəcəm, keçək elə amblemlərdən bu qədər deyim, mən buradan sizə deyim. Ekipmanlardan ayaqqabını danışacağım. Sadəcə hərəkəti danışacağım. Bunlar irəliləyən videolarda danışacağım hamısını. Yəni fikrim budur ki, saldırı, büyü, savunma, ondan sonra orman, dolaşım bunların deyiləni təşkil videolarında bir-bir danışım. Qısa da olsa danışım. Oyun içərisində nə alınır, nəyə öncəlik vermək lazımdır, qarşı tərəfə görə nəyə seçmək lazımdır, hansı item komboları eləmək daha yaxşı olar, hansı itemlar bir-birini counterlayır, qarşı tərəfə görə də bir də özünüz götürsəniz öz etkilərini necə counterlayır onu göstərəcəm.
Bugün sadəcə hərəkət deyirdim. Hərəkət bizə oyun başında əsas lazım olur. İstərseniz götürürsünüz, istərseniz götürmürsünüz. Hə, bu heç bu Siciliona Carmina aiddir. Heç yuxarıya qaldırmamışdım inanın. Yəni bunlar çox vaxt lazım olmur. Bu necə deyim? Bu xüsusi hallarda götürülən bir şeydir. Bu haqda da deyəcəm. Hə, botlarda bizə müəyyən qədər hərəkət sürəti verir və bəzi xüsusiyyətlər verir. Amblemlərin biraz versiyası kimi fikirləşə bilirsiniz. Oyun başı versiyası kimi. Botdur, 250-yə ala bilirik. %20 hərəkət sürəti verir. Deməli, iblis botudur. İblis botu mana yeniləməyimizə kömək eləyir. Bu %10 mana yeniləmə verir bizə. Plus assist almaq milyonlardan və ya qəhrəmanlara qarşı qəhrəmanlardan rəqiblərdən yəni almaq %4 manamızı yeniləyir. Sürət botu da adından göründüyü kimi bizə hərəkət sürəti verir və plus 12 can yeniləmə qazandırır. Çox az effekt versə biraz can yeniləmə qazandıra bilir bizə. Üçüncü, bu təməl saldırılarımızı artırır, %15 saldırı hızı verir, ADK-lara götürə bilərsiniz ya da başqa hansı uyğun personaj varsa götürmək mümkündür. Bu magicdir, efsunlu bot bizə magic verir. Gördüyünüz kimi həm büyü nüfuzu verir, əvvəl büyü nüfuzu vermirdi, sadəcə büyü gücü verirdi. İndi %10 büyü nüfuzu da verir. Yəni bu demək ki, qarşı tərəfdəki Ayazla başladı. Yaxud götürdü məsələn de bunu. Bu magic damage azaldır. Bunu götürsə belə siz %10 büyünüz ona nüfuz eləyəcək. Yəni bu çox yaxşıdır. Juliana götürürlər magic damage atanlardan, yəni digər middə oynayan karakterləri götürmək olar. Bu bekləmə sürəsi azaltmalı adından göründüyü kimi həm bizə müəyyən qədər can verir, ümumiyyətlə bu kəmər. Bu kəmər bizə can verir, 150 can verir, həm də %5 gözləmə sürəsi azaldır. BS gözləmə sürəsidir, onu da deyim. Savaşçı botu, bu da %40 hərəkət sürəti verir və 18 fizikal savunma verir. Bu steklənə bilir. Bu deməli hər 3 saniyənə ekstra %4 fiziksel savunma verə bilir bizə. Yəni artır, stekləndikcə artır. Bir də bu yadımdan çıxdı. Demirci dirənç botu var. Dirənç botu həm də bizə standan çıxmağı, necə deyim, stan sürəsini azaldır. Standa olduğumuz müddəti ki, bir müddət yavaşlayırıq, stan olur, onu %25 azaltmağa kömək edir. Bu yaxşıdır. Bu heç oyunda Javet varsa bunu götürə bilərsiniz, bunu oyunda seçirsiniz. Bunu seçəndə məsələn baxın bunu seçsiniz. Takımdakı Javet'in seni fırlatmasını engəllir. Bunu götürsüz. Bunu götürsüz, sənin takımındakı Javet səni tutullaya bilər. Bu Sicilionla Carmina aid bir şeydir. Bunun haqqında demədən boş bir şeydir. Yəni o nə deyirlər ona? Toksik sevgililər üçün lazımdır. Yəni bu. Sevgilimiz olmadığı üçün. Videomuz bu qədər dostlar. Yəni ekipmanlardan sadəcə ayaqqabılar dedim, emblemlərin hamısını dedim. Biraz tez-tez demiş ola bilərəm, üstündən biraz sürəti keçmiş ola bilərəm. Bəzi şeyləri səhv demiş ola bilərəm, yəni üzrlü sayın. Çünki amblemləri bilmirəm, yəni çox da dəhşət bir şey yoxdur, önəmi dəhşət çox yoxdur. Qlobaldan yəni bunu götürsüz olar. Birazdan sonra bir müddətdən sonra özü öyrənirsiniz artıq hamısı birdən yəni avtomatik beyninizdə qalır. Şəkilləri və onun verdiyi effektlər yadınızda qalandan sonra təmiz özünüzdə seçə bilirsiniz. Əsas məsələ şeylərdə, ekipmanlardır. Dostlar, əsas məsələ ekipmanlardır. Ekipmanların oyunda verdiyi xüsusiyyətlər və çox böyük dəyişikliklər verə bilir. Ona görə onu öyrənmək daha yaxşıdır. Bunu bir də yüksəldə bilirik belə. İndi oyuna başlayanda sizdə aşağı səviyyə olur. Maksimum 60-a kimi çıxa bilər. Səviyyə atladıqsa qalın bunlar. Bir də yadımdan çıxdı. Savaş büyüləri. Savaş büyüləri bu qədərdir. Yəni 12 dənə kimi bir şeydir. Canlandırır bizə və bizim ətrafımızdakı dost qəhrəmanlara canını artırır müəyyən bir saniyə. Məncə bilmirəm 4 saniyə müddətində. İlhamdır bizə təməl saldırı sürətini artırır, həm də can yeniləyir. Alev atışı da uzağa gördüyünüz kimi də alev atır, adından göründüyü kimi. Əgər uzaqda qəhrəmandırsa, ona damage atır. Əgər sənə yaxındırsa, özündən itələyir. Qaçmaq üçün istifadə edə bilərsiniz və ya
qaçan rəqibi öldürmək üçün. Misilləmədir, sənə vurulan damage'in deməli %35 qədərini magic damage olaraq qarşı tərəfə qaytarır. Bu yaxşıdır ADK-ları counterlamaq üçün. Məsələn, Mia'nı counterlayır, Melisa'nı counterlayır. Ondan sonra Moskovu counterlaya bilər. Belə, pəncədir ormancılara lazımdır. Bu orman canavarlarını tez kəsmək üçün lazımdır. Fərqli pəncə növləri var. Onlar da çox da dəhşət önəmli deyil. Əsas çox işlənən buz pəncəsidir. Onu atanda sizə hərəkət sürəti, qarşı tərəfə isə hərəkət sürətini azaltma olur, yəni donur. Həm qaçmaq üçün, həm də onu tutmaq üçün istifadə edə bilərsiniz. Işından da müxtəlif kombolarda istifadə oluna bilər. Qaçmaq üçün istifadə oluna bilər. Adama yaxınlaşmaq üçün istifadə oluna bilər. İnfazdır, bu qarşı tərəfin canının %13 qədər deməli gerçək hasar verir, yəni nə qədər item yoxsa da xeyri yoxdur, bu hasarı yeyir. Canı az olan adamı öldürmək üçün istifadə olunur. Daşlaşdırdır, adından göründüyü kimi adamı daşlaşdırır müəyyən bir saniyə, 0.5 saniyə, 0.8 saniyə. Deməli azaldır. Fırladı bizə hərəkət sürəti verir 6 saniyə ilə 150, qalxandır 750, deməli damage sonra bilən qalxan qazandırır. Saflaşdırır, kontrol etkilərindən bizi çıxardır. Varışdır, varışı çox işlədirlərmi? Yox, işlətmirlər. Bunun yəni əsas gank atan xarakteri məsələn mid bərdən götürür. Dost minyonlara və kulelərə ışınlanmağa kömək edir. Müəyyən bir konsantre olma müddəti var, bir müddət gözləyir və ışınlanır. Əgərlərim həmin müddətdə kimsə sənə vursa, həmin şey pozulur. Pozulundan sonra bekleme süresinə girirmi, bilmirəm. Hə, girir. Bekleme süresinə girir, amma 30 saniyəsi iade olunur. Belə bir şeydir. Normalda gözləmə sürəsi isə 75 saniyədir. Yəni bassız siz ona, sizə kimsə vurdu, artıq 75 saniyə gözləmirsiniz də, 45 saniyə gözləyirsiniz. Belə bir şey, yəni savaş büyülərdə belə, buna qarşı tərəfə görə seçə bilərsiniz. Məsələn, qarşı tərəfdə stun çoxsa saflaşdır götürə bilərsiniz. Ondan sonra məsələn sizdə Arlordsa, yerinə sabitləmək üçün Yuzongdursa, Benedetta'dırsa, məsələn bu karakterlər taşlaşdır götürürlər, qəşəng kombosu olur. Tanklara məsələn Belerikə misilləmə çox yaraşır və s. Hanabiyə kalkan götürürlər, öz qalxanı plus bu qalxan əməli başlı verir, qalxan verir, yəni çox yerlərdə bizi qurtarır. İlhamdır, Mia'ya götürmək olar, Melisa'ya götürmək olar, Moskova götürmək olar, qarşı tərəfə görə bunu dəyişə bilərik. Pentəndə dedim meşə üçün. Bu qədər yəni. Bunlar da buradan da dəyişə bilərsiniz. Siz oyun başlamışdan qabaq da dəyişə bilərsiniz, amma oyun başlayanda dəyişə bilmirsiniz. Oyun başlayanda bir də dəyişə bildiyiniz bir dənə şey var, o da botlarıdır. Buradan göstərim onu da. Deməli, yox, çox üzr istəyirəm ekipmanlardan. Deməli, burada hərəkət dolaşım ayaqqabısı var. Baxın, bunları oyun içində ləğv edə bilirsiniz, amma oyun içində dəyişmək müəyyən bir saniyədir. Mənə elə gəlir ki, 15 saniyə müddətində mi, 30 saniyə müddətində mi dəyişə bilirsiniz. Bunlardan da məsələn aktiv gizlədir. Bu açıldıqda müəyyən qədər bu da eləyir. Sizin səviyyənizə orantılı olaraq artır. Yaxınızdakı dostlara, hətta 4 nəfəri belə müəyyən bir saniyə gizləyə bilirsiniz və bu sizə hərəkət sürəti verir. Belə bulanıq bir şey olursunuz. Şəffaf bir formaya gəlirsiniz. Qarşı tərəf sizi bəlkə görə bilər, amma başı qarşısında çox vaxt görmür. Bu sizin yaxınızdakı dost karakterlərə can yeniləməsini falan artırır belə. Bu cəsarətləndirir sizə yaxın olan karakterin fiziksi və magic damage'ini artırır. Bu isə qarşı tərəfi yavaşladır. Qarşı tərəfin bir də verdiyi şeyi azaldır. Sizə verdiyi damage azaldır. Yəni bunu da qarşı tərəfə görə seçə bilərsiniz. İndi hər tank uyğunluğu var. Bu qədər. Gələcək bölümümüzdə inşallah olacaq bizdə başlayacağıq ekipmanlardan saldırını. Yəni planım budur. Oldu. Sağ olun. Görüşmək üzrə.